Tam 6 ay təcridxanada olandan sonra mətbuatla uzun müddətdir əlaqəsi olmayan Ted Bundy ilk dəfə öz pre-trial mərhələsində mətbuatla ünsiyyətdə olmaq şansı yaranır onun üçün və o da bu şansı dəyərləndirir, pre-trialın sonunda müsahibə verir. Bəs sizcə 30-dan çox qətldə şübhəli bilinən, amma özünün günahsız olduğunu iddia edən bir adam mətbuatla ünsiyyətdə olmaq şansı yarananda mətbuata nələr deyər? Məntiqlə düşünsək, təbii ki, özünü müdafiə etməyə çalışar və ona qarşı yönələn iddiaların əsassız olduğunu göstərən dəlillərdən danışmağa çalışar. Bəs Ted Bundy nələrdən danışdı? Qocalmağından gileyləndi. Həbsxanada verilən yeməklərlə bağlı şikayət elədi və zarafatlaşdı. Hətta idman eləməyindən də danışdı. Amma кейslə bağlı çox qısa bir fikri bildirdi. Mən narahat deyiləm, mən yaxşıyam və mübarizəmi davam elətdirəcəm. Bu qədər. Təbii ki, bu reaksiya adekvat reaksiya hesab oluna bilməz. Bu, psixopatiyanın egosentrizm keyfiyyətini tam olaraq özündə əks etdirən bir situasiyadır və növbəti bölümlərdə də görəcəksiniz ki, psixopatiya egosentrizmi necə ön planda göstərən bir situasiya olur və həm məhkəmə prosesində, həm məhkəmənin hazırlığında bütün bu elementlər, həmçinin psixopatiyanın digər komponentləri də özünü aydın büruzə verəcək.